Salam əziz abituriyentlər. Sizinlə birlikdə bugün belə bir qəbul sualının izahına baxaq. Deyilir ki, kütləsi 2 kiloqram olan cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 3-cü saniyənin sonunda cismin kinetik enerjisini hesablayın. Başlanğıc sürəti 0, deyir cavabı zolla ifadə edin. Biz bilirik ki, qüvvə zaman qrafiki altındakı fiqurun sahəsini tapmaqla biz cismin impulsun dəyişməsini tapa bilərik. Yəni, delta P bərabərdir. Qüvvə zaman qrafikinin altındakı sahəni tapsaq biz, sahə də görürük ki, düzbucaqlı formasında olduğundan, bilirik ki, düzbucaqlının sahəsini tapanda enini uzunluğuna vurmaq lazımdır. Bura diqqət etsək, zaman deyir ki, 3-cü saniyənin sonunda. Yəni, mən bu fiqurun sahəsini baxın, bura qədər götürəcəm. İndi baxaq, eni 2 Newton, uzunluğuna da baxsam 3 saniyə, bu bizə verəcək 6 Newton vurulsun metr. Yəni mən cismin impulsun dəyişməsini tapdım. 6 Newton vurulsun metr. İndi gəlin burada biz baxaq görək bizə nə lazımdır? Delta P. Delta P də bərabərdir, bilirik ki, cismin impulsunun dəyişməsi, yəni M V minus V0. Burada görürəm ki, deyir başlanğıc sürət 0. Yəni başlanğıc sürət 0 üçün onda delta P bərabərdir mv-yə. Aha. Mənə sürət lazım olduğundan buradan sürəti tapmalıyım. İndi sürəti tapanda V bərabərdir delta P bölünsün M. İmpuls dəyişməsini aldıq 6, kütlə də verilib 2 kiloqram. Bu olacaq 3 metr bölünsün saniyə. İndi gəlin kinetik enerjinin dəyişməsini yazsaq, daha doğrusu kinetiğin dəyişməsini yox, kinetik enerjinin özünü soruşur burada. Yəni kinetik enerjidə bilirik ki, Y kinetik bərabərdir M və kvadrat bölünsün 2. İndi baxsaq görərək ki, burada kütləmiz 2-dir. Sürət 3 tapdıq. 3-ün kvadratı 9. 9 bölünsün 2. Cavabımız olacaq 9 joule.